Herkese salam. Bugün pişirdiğim möhtəşəm, bol vitaminli və soyuq havaların ən sevilən yeməklərindən biri olan borşun hazırlanma prosesini danışıram. Əziz izləyicilərim, əvvəlcə kələmi doğrayıram, yuyuram, bir kənara qoyuram. Ardınca 3 ədəd orta ölçülü soğanı, 4 ədəd kökü, 4 ədəd kartofu, 2 ədəd pomidor və 1 ədəd acı biberi yaxşıca yuyuram. Başlayıram işə. Soğanı xırda-xırda doğrayıb ocaqda yaxşıca qovururam. Doğradığım kələmi əlavə edib soğanla birlikdə qovururam ki, həm acı suyu çıxsın, həm də kələm yumşalsın. Bu vaxt kartofu, acı biberi doğrayıram. Kökü rəndələyirəm. 2 ədəd pomidoru da köklə birlikdə rəndədən keçirirəm. Borşun olmazsa olmazı olan 1 ədəd çuğunduru da rəndələyirəm. Əvvəldən qaynatdığım əti bu qaydada doğrayıb suyunu ayrıca saxlayıram ki, sonda borşa əlavə edəcəm. Kələm qovrulduqdan sonra biraz içinə kərə yağı əlavə edib bir xörək qaşığı biber pastası ilə birlikdə yaxşıca qovururam. Ardınca rəndələdiyim kökü, pomidoru, acı biberi, zövqə görə ədviyyat olaraq duz, sarı kök, istiot, pul biber, çuğundurun bir hissəsini əti kartofu əlavə edib yaxşıca tavlayıram. Sonunda isə əvvəlcədən ayırdığım ətin suyunu əlavə edib bir buğum qaynayanda qalan çuğunduru da əlavə edib bişməyə qoyuram. Borş bişənə yaxın 5-6 ədəd yaxşı yuyulmuş dəfnə yarpağını, doğranmış göyərtini əlavə edirəm. Və budur, möhtəşəm dadlı ətirli borş hazırdır. Dostlar, dəstəyiniz mənim üçün çox dəyərlidir. Əgər bu borş sizə də mənim qədər dadlı göründüsə, bəyənin, rəy yazın, abunə olun ki, mən də şad olum. Hələlik!